avtobus gec gəlir. Söhbət Ramana qəsəbəsindən Koroğlu Nəqliyyat Mübadilə Mərkəzinə hərəkət edən 163 nömrəli avtobusdan gedir. Sakinlər iddia edirlər ki, avtobus geciklədiyindən işlərinə gecikirlər. Axşam vaxtı pik saatlarında gecikmələr olur. Prosto dolu dolanda saxlamırlar da, astanovkalar dili olur, saxlamırlar. Promoy sürüb gedirlər. Əl eləyəndə olanda yerdə qalırlar. Səhərlər də bəli olur, lap çox amma axşamlar olur da. Fırlanır həm də, ona görə də belə problemlər olur. Problemlə üzləşirik. Gezdən də buradan olsa marşrutlar 15-20 dəqiqə intervaldan bir gəlir də. Tez-tez gəlmir, 20 dəqiqədən bir. Hətta sürücülərin onlarla mübahisə etdiklərini də iddia edirlər. Elələri də olur, sərnişinlərlə danışırlar. Elə sonra heç gözləmirlər ki, kartı çıxarıb vurmağa. Deyirlər kartı vur. Elə çox razı deyilik. Şəxsən bir sözlə razı deyilik çoxundan. Sürücülər isə gecikməyə əsas səbəb olaraq yolların nasaz olduğunu bildirirlər. Valla avtobusdan gecikmələr ola bilməz. Nə olur, səhərlər indi yol bağlı olur, hamı da bilir, qəşəng bilir, dayanır. Bayaqdan buradasınız. Görürsünüz ki, avtobuslar 2 dənəsi durur burada. Biri çıxır, o birisi girir. Yəni gecikmələrimizin ən çox səbəbi, əsas səbəbi yağışlı havalarda olur. Bizim yollar biraz nasazdır. Biri mən sürücü olaraq yolda bəhs sürənmirəm. O gün bizim avtobusun, bu qırmızı avtobusun qalmışdıq kəndin içində. Düşmüşdük quyuya, belə qabağa qalmışıq, çəkişdə də var. Bir də hava quraqlıqdır da. Gör necə işləyir avtobuslar. Bizim gecikmə səbəbimiz yağışdandır. Dalaşmağımız səbəbimiz odur ki, biz yuxuda da sayaqlayırıq ki, kart vur, kart vur, kart vur. Nə qədər deyəsən ki, kart vur? Qardaş, kartı vur ki, işte. Bir şey yatırıq, yuxuda deyirik ki, kart vur. Məsələ ilə bağlı Bakubas MMC-nin Marketinq və İctimaiyyətlə Əlaqələr şöbəsinin müdürü Əsmər Əliyeva bildirib ki, son günlərdə sistemli gecikmə halları qeydə alınmayıb. Bakubas MMC-nin istismarında olan 163 nömrəli müntəzəm marşrut xətti marşrut pasportuna uyğun olaraq sərnişin daşıma fəaliyyəti ümumilikdə 11 avtobusla təmin edilir və xətt üzrə hərəkət orta hesabla 12 dəqiqəlik intervalla həyata keçirilir. Monitorinq mərkəzinin son 3 günlük müşahidələrinə əsasən marşrut xətti üzrə avtobusların hərəkətində sistemli gecikmə halları qeydə alınmır. Bununla yanaşı günün səhər və axşam pik saatlarında Maştağa-Zabrat yolunda müşahidə edilən nəqliyyat sıxlığı səbəbindən avtobuslar arası intervallarda müvəqqəti artım baş verə bilər. Onu da qeyd etdilər ki, sərnişinlərdən pik saatlarda yarana biləcək interval dəyişikliklərini anlayışla qarşılamaları xahiş olunur. Elbrus Kərimli, Vüsal Cəfərov, Xəzər xəbər.